Əziz dördüncülər, hər vaxtınız xeyir. Gəlin qaldığımız yerdən monitorinqin davamına baxaq birlikdə. Bu dəfə isə 5-ci bölmə üzrə monitorinq A variantı, yəni ümumi həm mətn, həm riyaziyyatla bağlı tapşırıqlar var bu hissədə. Bu da variantlara bölünür. A və B variantı var. Qarışıq həm oxuyub anlama üzrə, həm də riyaziyyat üzrə tapşırıqlar var. Gəlin ilk öncə A variantına baxaq, daha sonra isə B variantını növbəti video izahda paylaşacağam. Gəlin ilk öncə əməyin dəyəri olan bədii mətninə baxaq. İstəsəniz videonu dayandırıb özünüz oxuyub suallara birlikdə baxaq. İstəsəniz də mən oxuyum, siz sualları birlikdə mənimlə təhlil edərsiniz. Gəlin başlayaq. Gözəl bir yaz səhəri idi. Birdən içərdən qışqırıq səsi gəldi. Gülnar qardaşlarının səsini eşidib evə girdi. O, balaca qardaşı Elçinin ağladığını gördü. Bunu görən Gülnar cəld dilləndi. Niyə ağlayırsan, Elçin? Uşaq hıçqıra-hıçqıra danışmaq istədi. Azər, mənim məktəbdəki əl işləri tədbiri üçün hazırladığım ev maketini dağıtdı. Gülnar təəccübləndi. Üzünü Azərə çevirib soruşdu. Nə? Bu doğrudur? Azər mızıldandı. Hə. Gülnar acıqlanaraq dedi. Sən bunu necə edə bilərsən? O mənim sözümə qulaq asmadı. Ona dedim ki, otaqdan çıxsın. Sən də buna görə onun günlərlə əmək verib hazırladığı əl işini dağıtdın. Hə, əslində belə olsun istəməzdim. Azər, heç kimin əməyinə qarşı belə hörmətsizlik etmək olmaz. Əməyin dəyəri əvəzsizdir. Sən təkcə o evi dağıtmış olmadın. Qardaşının çəkdiyi zəhməti, ayırdığı zamanı bir qələmlə silmiş oldun. Azər dinmədi. Etdiyi əməldən utandı. Sakitcə otağına getdi. Evdəkilər Elçini birtəhər sakitləşdirdilər. Müəllimlə danışıb vəziyyəti izah edəcəklərini söylədilər. Səhər bütün ailə gözləmədiyi bir mənzərə ilə qarşılaşdı. Elçinin ev maketi sağlam bir şəkildə masanın üzərində idi. Azər bütün gecə yatmayıb, etdiyi səhvi düzəltməyə çalışmışdı. Bütün gecə oyaq olan Azər artıq əməyin dəyərini daha yaxşı anlayırdı. Mətnimiz bu qədərdir uşaqlar. Yəqin ki, anladınız. İndi keçək tapşırıqlara. Tapşırıqları bir yerdə yerinə yetirək. Birinci sualda bizə deyir ki, mətnə əsasən Elçin niyə ağlayırdı? Azər onu döymüşdü, ev tapşırığını çatdıra bilməmişdi, müəllimindən qorxurdu, qardaşı onun böyük əməklə düzəltdiyi əl işini dağıtmışdı. Təbii ki də burada qardaşı onun böyük əməklə düzəltdiyi əl işini dağıtmışdı deyə Elçin də ağlayırdı. Cavabımız olacaq D variantı. İkinci sualda deyir, mətnə əsasən uyğunlaşdırın. Gülnar kimdir? Azər kimdir? Və yaxud da Gülnar nə iş gördü? Azər nə iş gördü? Elçin nə iş gördü? Baxırıq Gülnara. Deməli, burada Gülnar əməyin dəyərinin əvəzsiz olduğunu dedi. Bəli, C. 2 isə, yəni Azər isə maketi dağıtdı. Elçin isə hıçqıra-hıçqıra ağladı. 1C, 2A, 3B olmuş olacaq. Bu da A variantında bizə verilmişdir. 3. Hansı hikmətli ifadə mətnin məzmununa daha uyğundur? Tənbələ bir iş buyur, o sənə nağıl danışsın. B-də deyir, əmək bəşəriyyə tarixinin lap əvvəlindən yer üzərinə işıq saçan müqəddəs şamdır. Onu söndürsəniz, hər yer zülmətə çevrilər. Qocadan demək, cavandan əmək, insan bir işə etsə vərdiş, çətin olsa belə görülər bu iş. İndi ən uyğun ifadəni biz axtarsaq əgər B variantını almış olarıq ki, əmək bəşəriyyət tarixinin lap əvvəlindən yer üzərinə işıq saçan müqəddəs şamdır. Onu söndürsəniz, hər yer zülmətə çevrilər. Cavabımız olacaq B variantı. Baxırıq dördüncü tapşırığa. Hansı variantı Azərin müsbət xüsusiyyəti olaraq götürmək olar? Təbii ki də Azər davam eləmədi bu haqsızlığa. Sadəcə olaraq səhvini anladı və qardaşının maketini gecə yatmayıb düzəltməyə çalışdı ki, səhərə çatdırsın. Baxaq görək hansı variantda bu kimi ifadələr bizə verilib. Otaqda sakitlik yaratması, xeyr. Qardaşını qovması, xeyr. Səhvini anlaması, bəli.
Nə yaxşı ki, səhvini anladı və maketi düzəltdi. Bacısına kömək etməsi xeyr, cavabımız olacaq C variantı. 5-də bizə deyir ki, mətnə əsasən Azər niyə Elçinin hazırladığı maketi dağıtmışdı? Sözünə baxmadığı üçün, Elçindən xoşu gəlmədiyi üçün, Elçindən qorxduğu üçün, paxıl olduğu üçün. Sadəcə sözünə baxmadığı üçün olacaq burada. Otaqdan çıxmasını istəmişdi və otaqdan çıxmamışdı deyə bu hadisəni törətmişdi, belə deyək. 6-cı tapşırıqda deyir, mətnə əsasən hadisələrin düzgün ardıcıllığı hansı bənddə verilmişdi? Baxaq, Gülnarın təəccüblənməsi, Elçinin ağlaması, Azərin etdiyi səhvi düzəltməsi, Azərin etdiyi əmələ görə utanması. Burada olacaq ilk öncə Elçin ağlayır. 2. 2 olan kimi də A ilə D gedəcək. Baxırıq. Daha sonra Gülnar təəccübləndi. Yəni 1 olmuş olacaq. Elə C variantı da getdi. Cavabımız olacaq B variantı. Daha sonra baxırıq digər tapşırığa. Digər tapşırıq yoxdur. Digər mətn var. Bu mətnimiz bu qədərdir uşaqlar. İndi baxaq texnologiyanın mənfi tərəfləri üzrə informativ mətnə. Mətni oxuyun. Müasir dövrdə planşetlər, telefon və kompüterlər insanları özündən asılı hala salıb. Elə bir gün yoxdur ki, bu vasitələrdən istifadə etməyək. Təbii ki, onların istifadəsi insanların işini asanlaşdırıb, məlumatların əldə olunması, ötürülməsini daha rahat edib. İnternet vasitəsilə istədiyimiz informasiyanı tez bir zamanda əldə edə bilirik. Ancaq onlardan çox istifadə insan sağlamlığına ziyan vurur. Uzun müddət oturaq vəziyyətdə planşet və ya kompüter qarşısında oyunlar oynayıb, əylənən uşaqlarda bir sıra fəsadlar ortaya çıxa bilər. Bütün dünyada nə qədər uşağın piylənmədən əziyyət çəkdiyini bilirik. Üstəlik, telefon və ya kompüterdən həddindən artıq çox istifadə edən uşaqlarda idraki bacarıqlarının inkişafı zəifləyir, dərs oxumaq marağı azalır, görmə qabiliyyətinə böyük yük düşür. Əksər pedaqoqların fikrincə, elektron asılılığı uşaqlarda yaradıcılığın və təxəyyülün azalmasına gətirib çıxarır. Həmçinin normadan çox kompüter qarşısında əyləşmək əsəbi gərginliyə və yorğunluğa səbəb olur. Unutmaq olmaz ki, uşaqlarda kompüterdən istifadə etmək mədəniyyəti formalaşdırmaq lazımdır. Ekranla gözləriniz arasındakı məsafə 55-65 sm olmalıdır. Tez-tez təmiz havaya çıxmalı, aktiv hərəkətlər etməlisiniz. Kompüterdə çox vaxt keçirmək nə yuxunuzdan, nə də dostlarınız və ailənizlə vaxt keçirməyinizdən önəmli olmamalıdır. İndi baxaq bunun tapşırıqlarına. 7-ci sualda deyir ki, qarşısında rəqəm yazılmış hansı cümləni fakt hesab etmək olar? Qarşısında deməli, birinci cümlə elə bir gün yoxdur ki, bu vasitələrdən istifadə etməyək. Əksər pedaqoqların fikrincə, həmçinin normadan çox kompüter qarşısında əyləşmək, bir də var ekranla gözləriniz arasında məsafə. Burada fakt olan, yəni fakt var, münasibət var. Fakt olan 4-cü cümlədir. Çünki burada bizə dəqiq, belə deyək də, məsafə belə verib. Ona görə dəqiq olan, fakt olan 4-cü olacaq. Baxaq görə 4-cü D variantında bizə verilmişdir. Kompüterdən istifadə etmək mədəniyyəti dedikdə nə nəzərdə tutulur? Kompüterdən müəyyən olunmuş gün vaxt ərzində düzgün istifadə, kompüterdən səliqəli istifadə, kompüteri yaxşı öyrənmə, kompüterə ziyan vurmama. Deməli, uşaqlar, kompüterdən istifadə etmək mədəniyyəti dedikdə, kompüterdən müəyyən olunmuş vaxt ərzində düzgün istifadə. Yəni, o da bir mədəniyyəti. Boş-boşuna bütün gün otursan kompüter üzərində və yaxud da telefon, planşet üstündə otursan, yəni onunla məşğul olsan, yəni bu bir növ, belə deyək də, mədəniyyətsizlik hesab olunur da. Onun da bir mədəniyyəti var. Yəni hər şeyin bir qaydası, bir həddi, bir hüdudu olduğuna görə kompüterdən istifadə eləməyin də bir həddi var. Yəni çox da oynamamaq lazımdır. Bu qaydada başa düşsəniz, yəqin ki, sual sizə çatacaq. 9-cu tapşırıqda deyir, sözləri izahları ilə uyğunlaşdırın. Baxaq. Fəsad odur ki, uşaqlar, fəsad pis nəticə deməkdir B. İdrak, deməli, xəyalında daha doğrusu idrak, dərk etmə, bilmədir. 2A. Daha sonra 3. Pedaqoq, müəllim deməkdir. Təxəyyül də xəyalında təsəvvürə gətirmə, 4 də olacaq. C. Baxaq 1B, 2A, 3D, 4C olacaq D variantında. Daha sonra baxırıq digərinə. Kompüterdən həddindən artıq istifadə uşaqlarda hansı fəsadlara yol açır? Təbii ki də dərsə olan meyli azaldır.
yəni birbaşa dərsə olan meyli azaldır. Baxırıq 11-ci tapşırığa. Uzun müddət telefon və ya kompüterdən istifadənin yaratdığı fəsadlara aid deyil. Çoxlu oyunlar oynamaq, əsəbi gərginlik, piylənmə, yorğunluq. Yorğunluq olur, piylənmə olur, əsəbi gərginlik olur, amma çoxlu oyunlar oynamaq o demək deyil ki, kompüterdən çoxlu oyunları, yəni maşın oyuncaqları ilə, kuklalarla oynamaq, bu o demək deyil ki, telefon və kompüterdən istifadənin yaratdığı fəsaddır. Yəni A variantı uyğun deyil. Kompüterdə çox vaxt keçirmək nə üçün piylənməyə səbəb olur? Çünki həddindən artıq otururuq, hərəkətsiz qalırıq. Ona görə də A variantında bizə verilmişdir. Baxırıq riyaziyyatına. Riyaziyyatına baxırıq uşaqlar. Deməli, 425 və 309 ədədlərinin hasilinə bərabər olan ədəd neçədir? 200 deyirəm, 425-i 309-a vurarıq, yəni hasilini istəyirsə. Buradan da cavabı alarıq 131.325, yəni B variantı. Daha sonra isə M 382, N 76 olarsa, 8 vurulsun mötərizə daxilində M üstəgəl N ifadəsinin qiyməti neçəyə bərabərdir bizə deyirsə, deməli nə iş görürük? İfadəni sizin üçün quracağam, özünüz həll eləyəcəksiniz. Deməli 8 vurulsun 382 üstəgəl 76. Bu ifadəni həll eləyəcəksiniz və cavabında da deməli alacaqsınız 3664, yəni C variantı. Baxırıq tənliyə. Tənliyi həll edin. 18-i 4-ə vuracaqsınız uşaqlar. Çox asan şəkildə 72 alacaqsınız. Bölündən bu natamam qisməti də eləməyəcəyik. 17-yə baxırıq. 8173 ədədindən 11 dəfə kiçik olan ədəd 8173 ədədindən 11 dəfə kiçik olan ədədi istədiyinə görə uşaqlar böləcəyik. Böləcəyik cavabında da 743 almış olaraq cavabımız B variantı olmuş olacaq. Yenə də deyirəm uşaqlar, siz bütün səhifəni dayandırıb özünüz həll edib, daha sonra isə cavablarla qarşılaşdıra bilərsiniz. Baxırıq qalıq neçəyədir deyir. Daha doğrusu qalıq neçəyə bərabərdir deyir. Bunu da həll eləsək, qalığımız deməli burada olacaq, 3 olmuş olacaq. Həll eləyəndən sonra özünüz görəcəksiniz. 42 dəqiqə neçə saniyəyə bərabərdir deyirsə, 1 dəqiqəmiz 60 saniyə olduğuna görə 60-ı 42-yə vurarıq. Buradan da cavabımızı alarıq. 2520-yə bərabər olmuş olacaq A variantında. Daha sonra mən sadəcə qaydanı sizə qısa şəkildə izah edirəm. Həll eləmək sizin özünüzə qalıb. Zavodda hər gün eyni sayda olmaqla bir ayda cəmi 870 çörək bişirildi. Bir gündə soruşursa uşaqlar, bir günümüz, daha doğrusu bir ayımız 30 gündürsə, deməli 870-i 30-a bölərik. Buradan da cavabımız 37 alınmış olacaq. Cavab 37 olmuş olacaq. Özünüzdə həll eləsəniz, dəftərinizdə görəcəksiniz. Sahə əməl dilində hansı əməl təsvir olunub? Təbii ki də 27 vurulsun 89-a. 27 vurulsun 89 B variantında bizə verilmişdir. 22-də bizə deyir ki, 305 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə yazılan ən böyük və ən kiçik 3 rəqəmli ədədlərin hasilini soruşur. Gəlin eləyək. Deməli, burada bir saniyə. Burada yazın. Deməli, hər birindən bir dəfə istifadə etməklə yazılan ən böyük, ən kiçik 530. Mən niyə belə yazdım? 530 vurulsun. Deməli, 305. Ən böyük 530 olacaq, ən kiçik də 305 olacaq. Bunların hasilində bir-birinə vuranda görəcəksiniz ki, gəlir 161.650. Cavab B variantı olmuş olacaq. Daha sonra baxırıq digərinə. Digərində hansı hasil digərlərindən kiçikdir? Uşaqlar, bütün ədədləri bir-birinə vuracaqsınız. Hansı ədəd ən kiçikdirsə, cavabı da o olmuş olacaq. 23-də cavabımız olacaq D variantı. 24-də 38 və 76 ədədləri arasında yerləşən və sonu 4 rəqəmi ilə bitən ədədlərin cəmi. Yaxşı. İlk öncə, deməli, bir saniyə. Mən balacalaşdım biraz. Aha.
Deməli, sonu 4 ilə bitən 38-dən böyük, 76-dan kiçik. Deməli, burada olacaq 44. 44 üstə gəl neçə? 54, 64 və 74. Bu ədədləri toplayıb alınan cavabı 28-ə vuracaqsınız. Buradan da cavab alacaqsınız ki, 6608 cavabını alacaqsınız. Uşaqlar, qeyd edim ki, yenə də deməli, mən riyaziyyatı sadəcə olaraq vurma və bölmə çox asan mövzu olduğuna görə çox da dərinliyinə getmədən, sizin də vaxtınızı almadan sadəcə yol göstərərək eləmək istəyirəm ki, çünki geniş izahı digər videolarda, yəni mövzu izahı digər izahlarda var. Bu sadəcə sınaq izahı olduğuna görə istəyirəm ki, bunu özünüz öz dəftərinizdə yerinə yetirib, öz əlinizdə ona öyrəşsin. Yəni mən deyim, siz yazın, elə çox da yadda qalmayacaq. İstəyirəm ki, daha rahat şəkildə özünüz daha sonra həll edə biləsiniz deyə özünüz öz dəftərinizdə həll edin ki, avtomatikləşin. Daha sonra qarşınıza çıxanda özünüz saniyələr içində bunu yerinə yetirəsiniz. Ona görə də sadəcə yol göstərərək eləmək istəyirəm ki, daha dəqiq cavabı özünüz dəftərinizdə qeyd edərək həll edəsiniz. Hansı izahları, hansı vəsaitdən izahların gəlməyini istəyirsinizsə, videonun şərh bölməsində yazaraq bizə bildirə bilərsiniz. Bu günlük izahımız bu qədər. Hələlik.